Salam əziz şagirdlər, bugün sizlərlə adi və onluq kəsirlərin mövzu izahına baxacağıq. İlk öncə kəsir xətti nədir onu öyrənək. Kəsir xətti bölmə deməkdir. Yuxarıda yazdığımız adlanır kəsrin sürəti, aşağıda yazdığımız adlanır kəsrin məxrəci. Bu bölmə olduğuna görə biz bunu A bölünsün B kimi də yaza bilərik. Məsələn, deməli, istənilən bir şey 9-da 5, 1/4-də 3, bunların hər biri kəsirlərə daxildir. Amma adi kəsirlərə baxaq ilk öncə. Adi kəsirlərdə sürət və məxrəcdə yazılan ədədlər natural ədədlər olmalıdır. Yəni, A və B-nin hər ikisi daxil olmalıdır natural ədədlərə. Yəni, 7-də 5, 9-da 6, 11-də 14. Bunların hər biri adi kəsirdir. Bəs mənfi 9-da 6 bu adi kəsirdirmi? Xeyr. Çünki burada bu mənfi ya kəsirin qarşısında yazıla bilər, ya sürətdə yazıla bilər, ya da məxrəcdə yazıla bilər. Hər vəziyyətdə bunun hansısa biri tam ədədə daxil olur, mənfi olduğuna görə. Amma bu ola bilməz. Bunlar kəsirdirmi? Bəli. Amma adi kəsirdirmi? Xeyr. Adi kəsirlər özləri iki yerə bölünür. Var, düzgün olan kəsirlər, var, düzgün olmayan kəsirlər. Diqqətlə dinləyirik. Düzgün olan kəsirlərdə kəsirin sürəti məxrəcindən kiçik olmalıdır. Məsələn, 9-da 3. Sürətdəki ədəd məxrəcdəki ədəddən kiçik olmalıdır. 3 bölünsün 5 və yaxud 5-də 3-də deyirik. 15-də 13. Bunların hər biri düzgün olan kəsirdir. Bir də var düzgün olmayan kəsir. Düzgün olmayan kəsir deyəndə sürəti məxrəcindən böyük olmalıdır. Yəni 12-də 19, 8-də 14. Bunların hər biri düzgün olmayan kəsirlərdir. Diqqətlə dinləyirik. Burada düzgün olmayan kəsirləri biz qarışıq kəsirlərə çevirməyi elə yerindəcə öyrənək. Bəs qarışıq kəsir nədir? Birazdan daha xırdalığımla da deyəcəm. Qarışıq kəsirlərdə qarşısında bir tam olur. Məsələn, C tam A-da B. Bax, olsun belə. Qarşısında bir ədəd olanda bu adlanır qarışıq kəsirlər. Yəni, bu kəsir xəttində bölmə demək deyilmi? 7 bölünsün 5. 7-ni götürüb böl 5-ə. 7-nin içərisində 5 bir dənədir. Çıxsaq, qalıq qalacaq 2. Bunu biz necə yazırıq? 1 tam 5 olduğu kimi məxrəcdə qalmalıdır. Qalığı da sürətə yazırıq. 1 tam 5-də 2. Bax, bunlar adlanır qarışıq kəsirlər. Bu 12-də 19-u da yazım. Deməli, nə edirik biz? 19-u götürüb 12-yə bölürük. 1 tam düşür. Qalığı da 7. 1 tam 12-də 7. Düzgün olmayan kəsiri də qarışıq kəsirə çevirə bilirik. Adi kəsirlərdə fərqi yoxdur düzgün olan və yaxud düzgün olmayan. Məxrəcləri bərabər olan kəsirləri müqayisə necə edərik? Kəsirləri müqayisə edəcəyik. Əgər məxrəclər bir-birinə bərabərdirsə, sürəti böyük olan kəsir böyük, kiçik olan kəsir kiçik olar. İkinci, əgər kəsirin sürətləri bir-birinə bərabər olarsa, onda məxrəci kiçik olan kəsir daha böyük olar. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan daha böyük olur. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan daha böyük olur. Bunu da praktika eləyərək yadımızda saxlaya bilərik. Kəsirlərin toplanması. Məxrəcləri bərabər olan kəsirləri biz belə toplayarıq. Məsələn, 14-də 5 plus 14-də 7. Məxrəc bərabərdirsə, məxrəci saxla,
sürətləri topla getsin. 14-də 12. Çıxması da eyni qaydadadır. Məsələn, 9-da 7 minus 9-da 4. Bu bizə verəcək 9-u saxlayırıq. 7-dən 4-ünü çıxırıq. 9-da 3. Güman edirəm ki, hər şey aydındır. Sonra vurması bir də bölməsi var. Məsələn, 11-də 3-ün fərqi yoxdur. Məxrəc bərabər olsun ya da fərqli olsun. 11-də 4-ə. Əgər vurmaq istəyiriksə, bu ən asanıdır. Sürəti sürətə, məxrəci də məxrəcə mütləq vurmaq lazımdır. Bax, bu kəsirlərin bir-birinə hasilidir. Bəs birdən məxrəclər müxtəlif olsa, 5-də 4 vurulsun, 4-də 2. Onda məxrəci məxrəcə, sürəti sürətə eyni qaydada vuracaq. 4 vur 2, 8, 5 vur 4, 20 olacaq. Yəni, fərqi yoxdur. Məxrəci məxrəcə, sürəti sürətə həmişə vurmaq lazımdır. Bir də baxaq kəsirlərin bölünməsinə. Diqqətlə dinləyirik. Kəsirlərin bölünməsində, məsələn, bizə versə ki, 10-da 3 bölünsün 4-də 2. Kəsiri kəsirə böləndə birinci kəsiri olduğu kimi saxlayırıq. 10-da 3 bölməni edirik vurma. Bu kəsiri tərsinə çeviririk. Olur 2-də 4. Və salam. Sürəti sürətə, məxrəci də məxrəcə vurmalıyıq. 10-u 2-yə vursaq 20, 3-ü 4-ə vursaq 12 olacaq. Cavab bu cürdür. Toplanması, çıxılması, vurulması, məxrəcləri eyni də olsa, müxtəlif də olsa fərqi yoxdur, vurulmalıdır. Bölünməsində birinci həmişə olduğu kimi qalır, ikinci tərsinə çevrilib, birincini ikincinin tərsinə vururuq. Və yadımızda saxlayırıq ki, istənilən bir ədədin, natural ədədin məxrəcində həmişə 1 var. Məsələn, 9-dursa bu 1-də 9 deməkdir. İstənilən bir natural ədədlər üçün bu keçərlidir. Daha sonra bəs bir də kəsirlərin ixtisarını və kəsirin əsas xassəsini demək istəyirəm sizə. Kəsirin əsas xassəsi. Bunlara baxaq. Kəsirin ixtisarı nədir? Məsələn, 25-də 15. Bunların hər ikisini eyni bir ədədə, kəsirin əsas xassəsi budur. Kəsirin sürətini və məxrəcini eyni zamanda, eyni bir natural ədədə vurmaq da olar, bölmək də olar. Sıfırdan fərqli hər hansısa bir ədədə vurmaq da olar, bölmək də olar. Baxın, mənfi ədədə də vurub bölə bilərsiniz. Amma ki, tək sıfır ola bilməz. Tək sıfır ola bilməz. Deməli, nə edirik? Bunun hər ikisini 5-ə bölə bilərikmi? Kəsirin ixtisarı bu deməkdir. Hər ikisini 5-ə bölsək, sürətdə 3, məxrəcdə 5 qalacaq. Və yaxud hasil kimi baxsaq, 4-də 7-dirsə, sürəti də 2-yə, məxrəci də 2-yə vursaq, olacaq 14 bölünsün 8. Bunlar bir-birinə bərabər olan kəsirlərdir. Bunlar bir-birinə bərabər olur. Bir də görürsünüz, məsələn, hesablayırsınız, alırsınız cavabı belə, 10-da 4. Baxırsınız, cavab variantlarında yoxdursa, deməli, bunu ixtisar etmək lazımdır. Hər ikisini 2-yə bölürsünüz, olur 5-də 2. Cavabda bu cür ya da onluq kəsir şəklində də verə bilər. Onun da izahlarına baxmış olacaq. İndi isə baxaq məxrəclərin müxtəlif olan kəsirlərin toplanması və çıxılmasına. Məsələn, 12-də 5 plus 16-da 3. Bu kəsirləri toplayan zaman ortaq məxrəcə gətirmək lazımdır. Ortaq məxrəc 12 ilə 16-nın ortaq məxrəci indi 48 olduğunu bilirik. Ən kiçik ortaq məxrəcini. Bəs bilməsək necə taparıq? 12 ilə 16-nın əkobunu taparıq. Baxın. Əkob 12, 16. Əkobu necə tapırdıq? Hər ikisini sadə vurğulara ayırmalıyıq. 2-yə bölsək 6, 2-yə bölsək 3, 3-ə bölsək 1. 16-nı 2-yə bölsək 8, 2-yə bölsək 4, 2-yə bölsək 2, 2-yə bölsək 1. Əkobu tapanda birincinin hamısını yaz. Olmayanı digərindən əlavə elə. 2-lər var, bu 2 yoxdur amma. Bu 2 də yoxdur.
Onda bunları yazmaq lazımdır bura. Və bunları bir-birinə vursaq, bu 48 eləyəcək. 48 eləyəcəksə, deməli, birinci kəsirdə də, ikinci kəsirdə də məxrəcə 48 yazmalıyıq. 12-ni nəyə vursam 48 eləyər? 4-ə. Əgər kəsrin məxrəcini 4-ə vururuqsa, sürətini də 4-ə vurmalıyıq. Çünki kəsrin əsas xassəsi bu idi ki, kəsrin sürətini və məxrəcini eyni bir ədədə vurmaq da olar, bölmək də olar. Onda 12-ni 4-ə vursaq 48-dirsə, 5-i 4-ə vursaq 20 olacaq. 16-nı 3-ə vursaq 48-dirsə, 3 dəfə 3 də 9 olacaq. 48-i olduğu kimi saxlasaq, 20 plus 9 olacaq 29. Yəni 48-də 29 bizim doğru cavabımızdır. Toplanması bu cürdür, çıxılması da bununla eyni qaydada olmalıdır. Baxaq, məsələn, çıxılmasına. 18-də 5 minus 45-də 1. Bunları çıxmaq istəsək, yenə eyni qaydada 18 və 45-in əkobunu tapıb, yazıb, yenidən eyni qaydada çıxmaq lazımdır. Və yaxud belə də yaza bilərik. Hər ikisinin altından xətt çəkirik. Hər ikisi nəyin vurmasında var? Ən böyük 9-un vurmasında var. 9-u 2-yə vursaq 18, 9-u 5-ə vursaq 45 olacaq. Eyni olan 9-ları silməliyik. Bu 2-ni götürüb bu kəsrin sürət məxrəcinə, bu 5-i götürüb bu kəsrin sürət və məxrəcinə vurmalıyıq. Necə? 5 vur 18, burada isə 5 vur 5. 2-ni götürüb buradakı 45-ə, həm də ki buradakı 1-ə vurmalıyıq. 5-i 18-də vursaq 90-dır, 5-i 5-ə vursaq 25. Minus. 45-i 2-yə vursaq yenə 90-dır. Baxın, məxrəclər bərabərləşdi. 1-i 2-yə vursaq 2. Bunları çıxanda 90 olduğu kimi saxlayırıq. 25-dən 2 çıxsaq 23 qalacaq. Doğru cavab 90-da 23-dür. Bu, məxrəclərin müxtəlif olan kəsirlərin toplanması və çıxılmasıdır. Eyni zamanda müqayisəsi də bundan eyni qaydadadır. Məsələn, biz bilirik ki, 9-da 5 ilə 9-da 8-i müqayisə eləyə bilirik. Məxrəcləri bərabər olanda surəti böyük olan böyük, kiçik olan kiçikdir. Amma 8-də 3 ilə 12-də 5-i müqayisə eləyə bilmirik. Çünki məxrəclər də müxtəlifdir, sürətlər də müxtəlifdir. Ona görə bunlar üçün ortaq ya məxrəc, ya da sürət tapmaq lazımdır. Baxın, bunun üçün sürət tapmaq daha asan olar. 3 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Bunların hər ikisini eyniləşdirmək üçün qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. 3-ü nəyə vurum? 5-ə. Bunu 5-ə vurmuşuqsa, bunu da 5-ə vura bilərik. 5-i nəyə vuracaq? 3-ə. Onda 12-ni nəyə vurarıq? 10-da 3-ə. Kəsrin sürətini və məxrəcini eyni bir ədədə vurmaq da olar, bölmək də olar. 3 dəfə 5, 15, məxrəcdə isə 40. Burada olacaq 5 dəfə 3, 15, 12-ni 3-ə vursaq 36. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan daha böyükdür. Ona görə sağdakı daha böyük olacaq. İndi isə baxırıq adi kəsirlərdən bu qədər. İndi isə baxırıq qarışıq kəsirlərə. Baxın yoldaşlar, deməli biz bayaq düzgün olmayan kəsir öyrənmişdik. Yəni 8-də 17. Düzgün olmayan kəsiri biz qarışıq kəsirə necə çeviririk? Kəsir xətti bölmə deməkdir. Sürəti məxrəcə böl getsin. 17-ni 8-ə bölsək. 17-nin içərisində 8 2 dənədir. 2 dəfə 8 16, qalıq qalacaq 1. 2 tamı yazırıq. 8 olduğu kimi qalır. Qalığı da sürətə. 2 tam 8-də 1. Əksi də doğrudur. 2 tam 8-də 1-i verib, bunu bizdən düzgün olmayan kəsirə çevirməyi də istəyə bilər. Onda 8 olduğu kimi saxlayırıq. 2 dəfə 8 16. Üstünə də 1 gəlsək 17 bölünsün 8. Bu qədər. Yoldaşlar, qarışıq kəsirlərin biz
toplanması, çıxılması, vurulması, bölünməsinə baxacağıq. Qarışıq kəsirləri ilk öncə toplayan zaman məxrəcə fikir vermək lazımdır. Əgər məxrəclər eynidirsə, tamı tamla toplab, məxrəclər eynidirsə, məxrəcə olduğu kimi saxlayıb, sürətlərdə toplamalıyıq. 5 plus 1, 6. Əgər bunlar ixtisar gedərsə, ixtisar aparmaq olar. Çünki kəsirin sürət və məxrəcini eyni ədədə bölmək olar, yəni bölə bilərik. Hər ikisini 3-ə bölə bilərik. Onda olacaq 5 tam 6-nı 3-ə bölsə 2, 9-u 3-ə bölsə 3. 5 tam 3-də 2. Çıxılması da doğrudur. Çıxılması da eyni qaydadadır. Sadəcə çıxılmasında bir fərqlilik ola bilər, diqqətli olun. 9 tam 7-də 3 minus 3 tam 7-də 5. 9-dan 3-ünü çıxarıq. Məxrəcə olduğu kimi saxlayarıq. Amma 3-dən 5-i çıxmaq olmaz. Onda nə etmək lazımdır? Burada 9 dənə məxrəcə əsasən 7-də 7 var deməkdir. Bir dənə də 7-də 3 var burada. Bu 9 dənə 7-də 7-nin bir dənəsini götürüb bu 7-də 3-ə versək, onda olacaq 7-də 7 plus 7-də 3. Bu bizə verəcək 7-də 10. 9-dan bir dənəsini götürmüşüksə yerində qalıb 8 dənə 7-də 7, yəni tam. Bu 7-də 3 yox, artıq 7-də 10 olacaq. Minus 3 tam 7-də 5. 8-dən 3-ünü çıxsaq 5 qalacaq. 7 olduğu kimi qalar. Ondan da 5-ini çıxsaq 5 olacaq. Əgər bu adətən nə vaxt köməyimizə çatır? Tamlar böyük olanda. Elə toplayanda yox da çıxanda lazımdır. Bir də bunu belə yazmaq olar. Buradan yazım. Deməli, düzgün olmayan kəsrə çevirib 7-ni saxla olduğu kimi. 7 dəfə 9, 63. Üstə də 3 gəl, 66. 7 dəfə 3, 21. Üstə 5 gəl, 26. 7 də olduğu kimi qalır. 7-ni saxlayırıq. 66-dan 26-sını çıxsaq 40 qalacaq. 40 qalacaqsa, onda 7-də 40-ı biz bir də çevirməliyik qarışıq kəsirə. 40-ı 7-yə bölsək, 40-ın içərisində 5 dənə 7 var. Məxrəc olduğu kimi qalır. 40-dan da 35-ini çıxsaq, qalıq da 5 qalacaq və onu da sürətdə yazmalıyıq. Yenə də eyni cavab alınırmı? Bəli, alınmalıdır da. Qarışıq kəsirləri vuran zaman, məsələn, 2 tam 5-də 1 vurulsun, 3 tam 7-də 4. Qarışıq kəsirləri düzgün olmayan kəsirə çevirib daha sonra vurmaq lazımdır. 5 olduğu kimi qalsın. 2 dəfə 5, 10. Tamı məxrəcə vurub, qalığı da üstə gəlmək lazımdır. Sürəti də üstə gəlmək lazımdır. 2 dəfə 5, 10, üstə 1 gəlsək 11. Vurulsun. 7 olduğu kimi qalar. 3 dəfə 7, 21. Üstə 4 gəlsək 25 olacaq. Bunları vuran zaman məxrəcə, sürətə vura bilərik. Amma ixtisar edirsə, ixtisar apar. 5-i 5-ə bölsəm 1, 25-i 5-ə bölsəm 5 qalacaq. 1-i 7-yə vursaq 7, 11-i 5-ə vursaq 55. İndi 55-i də bölək 7-yə. 55-in içərisində 7 dənədir. 7 dəfə 7, 49. Qalıq qalır 6. Onu da yazırıq sürətdə. Bu, qarışıq kəsirlərin vurulmasıdır. Qarışıq kəsirləri vuran zaman mütləq şəkildə düzgün olmayan kəsirə çevirmək lazımdır. Eyni zamanda böləndə də bu keçərlidir. Əgər bunları bölsək, yenə hər ikisini düzgün olmayan kəsirə çevirməliyik. 5 dəfə 2, 10 üstə 1 gəlsək 11. 7 dəfə 3, 21 üstə 4 gəlsək 25. Böləndə birinci olduğu kimi qalır. İkinci kəsiri tərsinə çeviririk və sürəti sürətə, məxrəci məxrəcə vurmalıyıq. 11-i 7-yə vursaq 77, 5-i 25-ə vursaq 125 olacaq. Doğru cavab 125-də 77. Vurulması, bölünməsi, toplanması, çıxılması bu qaydada olacaq.